Hər vaxtınız xeyir olsun. Səs Televiziyanın dəyərli tamaşaçıları, şounun səsi verilişinin növbəti buraxılışını izləyirsiniz. Bugün də Azərbaycanın xalq artisti Röya Ayxanın konsertinə gəlmişik. Röya Ayxan öz sevənləri ilə Bakı Konqres Mərkəzində 2 gün keçiriləcək konsert proqramında yenidən görüşəcək. Çox sevindim, yaxşı ki artırdıq. Çünki sevdiklərimi də görmək istəyirdim konsertdə. Amma biletlər bitdiyinə görə çoxusu gələ bilməmişdi. Ayın 9-u inşallah artıq öz müəllimim də zalda olacaq, Vaqif müəllim. Ona görə hesabatı ən birincisi elə ona verməliyəm. Yəni. Həm qələbə, həm də sizin varoluşunuz zaten bir qələbədir. Bəli. Musiqimizdə. İki bayrağın birlikdə qeyd ediləcək. Çox sevinirəm ki, belə bir imza, belə bir şərəfli gündə, belə bir tarixdə yaşayıram. Doğrudan çox xoşbəxtlik bir xalq olaraq. Ona görə də təbrik eləyirəm. O yüzden də çox sevinərək bu tarixləri sevərək seçdim. Hətta 9-u belə bayraq günümüzdür. Bir yerdə sevinək bizə bu yaraşır yəni. Sizə deyim, inşallah gələn il konsertlərimizə artıq hazırlıq edəcəyik. Bu il məncə böyük saraylarda bu qədər. Çünki bu özü də belə özü stressdir və hər bir tərəfdən bütün işçilər, bütün komanda doğrudan yorulur. Vəsait də var burada ayrılan. Ona görə də bu illik kifayətdir. Aycan. Gündem oldu. Sürede futbola bakan. Futbola bax. Sizə bir sözdür. Məncə o oğlan çox qəşəng özünü reklam elədi. Gözəl PR idi. Baxmayaraq ki, hamı elə bildi ki, biz özümüz yaratmışıq. Hansı oğlan? Nə ya? Ondan sonra geri Futbola baxan oğlan. Əzizim, onu demək istəyirəm ki, mənim gecəmi gözəl etdiyiniz üçün təşəkkür edirəm. Bu arada hamı elə bilir ki, mən sizi doğrudan döymüşəm, amma valla zarafatla, yalandan belliyirdim. Yəni, mən... Ama bütün size diyeyim ki bütün Türk dünyasında yürüttün konserti be. Kim tutar bizi? Teşekkür ederim. Sizi de çok öpürəm. Hanımımızı da inşallah gələn il görüşmək ümidi. Ziyad qamaya. Bak belə. Biz artık ailevi dost olmuşuq demək olar onlarla bilirsin. Ən böyük arzularımızdan biri idi onun konsertinə gəlmək. Yaxşı ki, yəni istəyimizə nail ola bildik. Çox şadıq, sevinirik. Yəni Nə deyə bilərsiniz Röya xanım haqqında? Röya haqqında mən nə deməyə bilərəm ki, nə qədər gözəlliklər desəm onun üçün azdır. Yəni o dərəcədə biz ailəmiz də, özümüz də hamımız sevirik onu. Yəni Allah qorusun, gözəl sənətçimizdir. Çox istəyirik də Röyanı. Öncə də gəlmişik konsertinə. Hamımızın sevimlisidir. Sevdiyimiz müğənnidir, gəlmişik mahnılarına qulaq asaq. Heç olub konsertində iştirak eləmisiniz? Röya xanımın birinci dəfədir konsertində.